Dəyərli izləyicilər, hər bir kəs salamlayıram. Tibbdə bəzən elə hadisələr, elə pasientlər olur ki, biz özümüz də təəccüblənirik, hətta şoka düşürük. Onlardan biri də Vüqar bəydir, 32 yaşı var və nəhəng bir dalaqla neçə illərdir yaşamaq məcburiyyətindədir. Gəlin görüntüləri əməliyyatdan olan izləyək birlikdə və ondan sonra söhbətimizi davam edək. Dəyərli izləyicilər, birlikdə biz görüntüləri izlədik. Şoka düşdünüz, eləmi? Biz də həmçinin. Həkim olsam da, cərrah olsam da, həmin vaxt, əməliyyat vaxtı 28 sm ölçüsündə olan bir dalaqla mən özüm də təəccübləndim ki, bu insan bu illərdə necə yaşayır? Xəstəmizdə xroniki qaraciyər xəstəliyi səbəbindən dalaq böyümüş və böyümüş dalağın yaratdığı fəsadlardan uzun müddətli əziyyət çəkirdi. Özündən də soruşmaq istəyərdim, şəxsən mənim özümə də maraqlıdır. Bu illərdə necə yaşayırdınız? Çox çətin, nəfəs almağıma, nəfəs almağıma əziyyət çəkirdim. Qarın şişliyi əmələ gəlmişdi, iştahsızlıq, ondan sonra istilik verirdi mənə, bədənim çox istilik temperaturu verirdi. Ən çox da halsızlıq baş verirdi. Bu müddətdə çox əziyyət çəkdim. Sizdə başda Rəşad həkim olmaqla bütün kollektivə dərin təşəkkürümü bildirirəm. Allah köməyiniz olsun, əlləriniz qolunuz var olsun. Sağ olun. Həqiqətən dəyərli izləyicilər, bu situasiyada mən heyrətimi, təəccübümü gizlədə bilmirəm. Çünki normal dalağın ölçüsü maksimum 10 sm olmalı və insan hiss etməli deyil. Amma bu pasient normal ayaq üstə gəzərkən qarının şişkinliyi 30 sm çatan bir dalağın hesabına hətta əyilib belə öz ayağının belə ayaqqabısını geyinə bilmirdi, çünki dalaq sıxılırdı. Biz 3 gündə əməliyyat etmişik. Bugün fəsadsız, normal, xoşbəxt bir şəkildə pasientimizi evə yola salırıq. Mən də sizin gələcək həyatınızda daim sağlamlıq arzu edirəm. Çalışın, xəstələnməyin. Bu sözü dedikdə insanlara təəccübü gəlir ki, necə ola bilər ki, biz xəstələnməyək? Xəstəlik gəlir, amma sənin əlindədir ki, bu xəstəliklə özünü mübarizə aparasan, qarşısını alasan, profilaktik eləsən və vaxtında həkimə müraciət eləməklə ağırlaşmasını yol verməyəsən. Sağ olun, sağlığına qalın. Dəyərli izləyicilər, bugün biz qaraciyər sirrozu ilə əlaqədar olaraq splenomeqaliya, yəni dalağın böyüməsi və hipersplenizm, böyümüş dalaqla əlaqədar olaraq qanın formalı elementlərinin aşağı düşməsi səbəbindən splenektomiya etdik, dalağımızı çıxartdıq. Təbii ki, dalaq çox qanlıdır, biraz indi baxanlara biraz pis təsir edə bilər. Dalağımız demək, böyükdür. Normalda dalağın ölçüsü haradasa maksimum 8 cm, 6-8 cm olur. 22 cm-lik gigant bir dalaqdır, lakin indi biz damarların bağlamışıq deyənə siz bu dalağın biraz kiçildiyini görürsünüz. Görürsünüz, sıxıcı zajimlər də üstündədir. Baxın, öz bədənimlə müqayisədə necə böyük bir dalaqdır. Əslində 8 cm olmalıdır. Demək, xəstəlik hepatit C olub, uzun illər bilməyib, müalicə almayıb. Hepatit C verib qaraciyərdə fibroz, sirroz və qaraciyər ətrafı damarlar təzyiq artıb. Buna ilə portal hipertenziya, qapı venasında təzyiq artıb. Əslində, hər dalaq böyüyən insan dalağı götürülmür. Lakin bu insanda böyümüş dalaq xəstədə qan formalı elementlərini aşağı saldığı üçün, tutub dövrana buraxmadığı üçün biz məcbur olub splenektomiya etdik. Mənə müraciət edəndə, yəni bugün trombositlər aşağı idi, 30 ölçüsündə idi. Biz xəstəyə trombositlər, kütlə, plazma və s. hazırlıq gördükdən sonra əməliyyatımızı etdik. Uğurla hazır əməliyyatımız başa çatıb. Sağ olun, sağlığına qalın.